Bura ne için gelmişsiniz? Sözünüzü təqdim edin. Bura gelmişim 3 aydır bu müalicə almır, imkan yoktur. Banklar bir yandan, şeyler bir yandan. Bu məhkəmədə böyle bak ne edirəm bunu. Bak bunları ne edirəm, bunları verin mənə. Ne edirəm bunları? Yatırsınız bunları da kanalında alın. Bunun için məhkəmə deyir, bunu verəniz. Vətən uğrunda Verəniz deyir. Məhkəmə baxmır, məhkəmə bunu vurub yerə. Bunu verib yerə, hani deputatın şərəfsiz. İçərdi deputatın oğraşqası, deputatın oğraş, boynu oğladır uşağı. Benim uşağım canı çıxır. Ben uşağı şişi mənəm. 3 aydır ben burada şey yapılmıram. Bak hiçbir çopaya oğlu bakmır. Oğraş oturup orada haberi yoktu benden. Kaldır marifi talep edin. Siz onkologiya xəstəxanasında yatırdınız. Ne olur? Yatır bekara pul ol aparaq. Mavi Adı boz pul ol gətirir. 3 aydır maaşı alınmır. Sizlə elə kömək elədinizdir. Ondan sonra maaşı yok. Sen o rayondan bakma. Dedi ki ayın altısında ben kaldırtıracağım bunu yukarı. Xəstəxanaya. Gözlüyüm bir dənə. Ayın altısından indiye kimi bir kəlmə bir dəfə zəng edib soruşmadı ki bu uşaq nəsədir. Qəbulunda da olmuş o. Cənab Amma oldu qəbulunda. qəbulunda. Sözümüzü də Ayın 4-də, mayın 4-də. həll eləyəcək. Ancaq həll eləmədi. Mən özüm Cəlilabad rayonunun Ocaqlı kənd sakini. Kimin yanına girdiniz? Malikəsi oradadır ki. Ay köməkli eləyəcəklər. Vətən üçün canı qodlamalar öz keyfinin bəyindədir. Gəlsin kömək eləsinlər, yer ver eləsinlər. Kartı da verirəm, istəmirəm. Kartını istəyirəm. Nə bunun kartı Vəsiqələr qaldı orada. Anadan olan sağlamlığını qaytarsın. Bunun anadan olan sağlamlığını versin. Heç zat istəmirəm. Nə kartını istəyirəm, nə bunun knişkasını istəyirəm. O knişkanı içi söylenirsə, məhkəmədə bu qazi döyülürsə, nə edirəm o knişkanı? Nə edirəm onun 5.000 təsvir medalı? Nəyimə lazımdır o mənim? Gəlsin sağlam vermişəm. Biri də hər bir dədələ can qoyur. Döyüş bölgəsində vuruşur. Sözünüzlə qazısınız. Bəli 5 il özüm döyüşlərdə olmuşam. Nə edirəm bax bunları? Bax bunları mən nə edirəm bugün? Nə edirəm bunları? Bunlar mənim nəyimə lazımdır bunlar? Nəyimə lazımdır bunlar mənim? Sağatsın versin mənim uşağıma. Nəyimə lazımdır bunlar? Nəyimə lazımdır mənim? Bayrağı kaldırdı. Siyasetin yükseltti. Siyasetin sevdi. Bu da ölkədə döyülürük, söylürük. Hani deputatım? 3 aydır deputatım qaçıb. Deputatımın uşağı boynu yoğnadır. Barlarda, restoranlarda. Kimlərsə görüşdürə bilərsiniz. Keyfiyyəti itib artıq. Bel bunlar girmir. Milyon döyüblər, medalını qırıb atıblar. Ne edirəm ona? Ben ne edirəm? Sağlatsın o bunu. Pes günlə bu bədən şişir. Bakma ala bilmirəm bunu. Təmin edəmdən kompreslə yaşa. Mən bununla yaşamaq olurdu ya. Ha niye bakmır ki? Deyir ki böğrəndə daş var. Baba bu daxa. Anasın, nənəsini öldürə bilməz də diyaliz xəstəsidir. Qazidə məştəqa adamı da. Həmin Cəlilabada ucu deyir ki daş var 8 ay. Ucu uşağına, qazının uşağına keçir. Buna ona görə gəlmişəm ki haqqın versin körpəmə. Xanım Kaminalda istəyirdim, çıxartdılar məni. Acından ölür balalarım. Dünən ağlayırdı, o 2 dənə çörək aldı, getdi verdi balalarıma. Rəşad Mahmudov, Xalid Əhədov. Gələcək əsgərim var, çıxsın bu adamla cavab sən versin. iynə dərmanı verə bilər. Ondan başqa verə Çıxsın bilməz. cavab versin. Pul istəmirəm, ölür balam acından. Bunun bax. Bunun kartlarını istəmirəm. Bax bura. Medalları, mükafatlar da verəm istəmirəm. Anadan olan Günləri budur. 5 ildir qoruya saxlayıram körpəmi. 5 ildə 6-cı ilə qoymuşam. Bax dərdə baba. Baba düşmüşəm körpəsindən dalıcan. Bugün buna sahib çıxmasa da mənim uşağıma sahib çıxa bilməyəcək. Pambıqla baş kəsir qoyduğum mənim orada.